İran İslam Cumhuriyeti'nde yeni bir dönem başladı kimi haberler geldi. Bir Azerbaycan Türk'ü İranda Cumhurbaşkanı seçildi. Mesut Pezeşkiyan ara sıra orada burada hatta resmi törenlerde bile Türkçe danışdı. Türkçü şeirler okurdu. Azerbaycan Cumhuriyeti'nden gelen heyeti elə öz ana doğma dilimizdə Azərbaycan türkçəsində qarşıladı. Bununla birlikdə sadəcə Quzey Azərbaycanda yox, elə Güney Azərbaycanda İranda Türklər arasında böyük bir həyəcan yarattı. En azından ilk günlərdə. Artıq aylardır en yuxarı məqamların birisi, yəni Cumhurbaşkanı bir Türkdür. Azərbaycan Türk'ü Mesut Pezeşkiyan. Beynimizdə neçə sual var. İndi bu aylar sovuşduqdan sonra Cumhurbaşkanı olan Pezeşkiyan nələr eləyibdi Türklər? Tehran hakimiyyəti illərdir qəsb elədiyi Azərbaycanlıların en temel haqlarını geri vermək mi istəyir? Bir reform işarəti midir bu? Yoxsa istəyir milletin gönlünü almaq ilə, özellikle de nüfusları itibariyle İran'da en çok sayılı milletlerden olan Türklerin gönlünü kazanmak ile yeni bir yola mı gitmek istiyor? Yeni bir səhifə mi açmak istiyor Tehran siyasetinde? Bunlar sizin beyninizde olduğu kimi elə İran'da da bu kadar olmasa da birçok insanın beyninde olan suallarıydı. Artık aylardır Mesut Pezeşkiyan Cumhurbaşkanı. Bugün geçmiş aylardaki performansına baktığımızda aslında İran İslam Cumhuriyeti'nin reform potansiyellerini, İnsan haklarında gedebilecekleri yolu özellikle de İran Türkleri, Azerbaycan Türklerine verebileceği haklar konusunda bir fikir sahibi olabilir. Önümüzdeki dəqiqələrdə bunları bir neçə sual ve misalla anlatmaya çalışacağım. İran Türklerinin, Azerbaycan Türklerinin en önemli mütalibelerinin, isteğinin vitrini, önde gelen en popüler istekleri əlbəttə ki, ana dilidir. Ana dilində təhsil məsələsi. Elə ona görə də ki, bəlkə ən önəmli haqlarının qəsb olunması, hələ ki günümüz dünyasında heç bir ağlı başında olan demokratik ölkədə qəbul olunmayan bu məsələ İran türklərinin də zülmə məruz qaldığının bir simgəsi haline gəlmişdir. Elə buna görə də Pezeşkiyanın Azərbaycanlılarla və ümumiyyətlə İranda demokrasi mənasına bir reform edə biləcəyi konusunda baxacağımız ilk yerdə Fars olmayan millətlərin öz ana dillərindəki təhsil haqqıdır. Aylardır ki, Cumhurbaşkanıdır Pezeşkiyan və etdikləri, edə bildikləri və etmədikləri ilə ilgili bir fikir sahibiyik artıq. Nələr edə bilməsi ilə ilgili təxminlər də edə bilərik və beləliklə Tehran hakimiyyətinin özəlliklə də türklər konusundakı fikrini və politikasını anlamağa çalışa bilər. Beynəlxalq Dünya Ana Dili Günü günlər öncə keçdi. Ancaq Azərbaycanda heç bir yüksək səviyyədə ciddi ve devletin ettiği bir kutlama mərasimini belə görə bilmədik. Üstəlik Təbrizdə bəlkə sosial mediada bir çoxunuzun qarşınıza çıxıbdı. Təbrizdə bir mədrəsənin qız və oğlan öğrenciləri bu qala daşlı qala mahnısını oxuyurlar və onu da ana dili gününü kutlayırıq deyə sosial mediada orada burada yaydılar. İran İslam Cumhuriyeti'nin İttilaat Nazirliyinin Təbriz şöbəsi tərəfindən bu okulların müdürləri sorguya çəkildi. Baxın, İranda bu əmniyyət qüvvələri sadəcə İttilaat Nazirliyinə sınırlı deyil. Ancaq sorgu sual ana dilində sadəcə bir mahnı oxumaq üçün sorgu suala və baskıya məruz qalan məhz elə İttilaat Nazirliyi tərəfindən olur. İttilaat Nazirinin üstündəki məqam kimdir? Cumhurbaşkanı Mesut Pezeşkiyan. Daha sonra İran İslam Cumhuriyeti Məclisində bir qanun təklifi sunuldu. Qanuna görə İran İslam Cumhuriyetinin 15-ci əslinin, İran İslam Cumhuriyeti Anayasasının 15-ci əslincə Fars olmayan dinlərin tədrisinə haqq tanıyan məşhur 15-ci əslin icra olunması ilə ilgili bir qanun təklifi var. Qanun təklifində belə bir şey öngörülmüşdü ki, Fars olmayan dillər, yəni İranda məhəlli dillər bunu adlandırırlar ki, bu özü də ayrı bir mübahisə konusudur. Onların dillərinin ədəbiyyatının tədrisi. Diqqət edilməsi gereken bir nüqtə var. Dünyada olması gerektiği kimi standart bir dil öğretimi yox. Sadəcə o dillərin ədəbiyyatının tədrisi ilə ilgili bir qanun təklifi var idi. Ancaq o qanun təklifi İran İslam Cumhuriyeti Məclisindən keçmədi. Daha ilginç bir nüqtə, məclisdə bu qanun təklifini sunan millət vəkilləri onu savunmaq üçün danışdığı kimi bu tərh və önəri ilə müxaliflər də danışır. İran məclisində ənənə adət belədir ki, hökumətin, yəni Cumhurbaşkanının da bir nümayəndəsi orada danışır. Elə məclis nümayəndələrindən biri. Bu tərh ilə, yəni ana dilinin tədrisinin yolunu açacaq ən azından qanun təklifi ilə müxalifətdə İran İslam Cumhuriyetinin Cumhurbaşkanının nümayəndəsi də danışdı. Yəni Pezeşkiyanın nümayəndəsi ana dilinin tədrisi ilə ilgili qanun təklifi ilə müxalifət edib və İran məclisində danışdı. Bu, o biri millət vəkillərinin qanunda verdiği qərarda da çox təsir eləyir. Gözlərindən oldu və bu qanun təklifi İran İslam Cumhuriyeti məclisindən keçmədi. Qanunlara görə ən az 6 aya qədər bu məsələ ilə ilgili İran İslam Cumhuriyeti məclisində heç bir qanun belə
təklif ediləməz. Yəni Cumhurbaşqanı Məsud Pezeşkiyan Azərbaycanlı Türk Cumhurbaşqanının 1-ci ilinin dəftəri bağlandı, ancaq ana dili ilə ilgili tək bir addım belə atılmadı. Atılan addımların önü kəsildi, tam əksinə. Bu bir misaldır bəlkə bizə. İran İslam Cumhuriyyətində kim seçilirsə seçilsin, Cumhurbaşqanı səhərdən axşama türkcə şeir oxusun. Ki ona belə izin vermədilər. Keçdiyimiz günlərdə rəsmi bir törəndə İran İslam Cumhuriyyətinin Cumhurbaşqanı Məsud Pezeşkiyan həm də Təbrizin kültürel həftəsində, yəni Təbrizə həsr olunmuş bir həftədə, bir rəsmi törəndə Şəhriyardan bir neçə beyt şeir oxuyur və elə orada da biri ona müdaxilə edir və şeir oxumasının doğru olmadığını deyir. O da 2 beyt türkcə şeir oxumaqdan bir sorun olmaz deyə dedi və biz beləcə xəbərdar olduq. İşin özəti və xülasəsi. İran İslam Cumhuriyyəti çərçivəsində bu siyasi rejim qapsamında sadəcə fars olmayan başda türklər üçün deyil, bütün insanlar, özəlliklə də dezavantajlı olanlar, yəni şiə olmayanlar, erkək olmayanlar, fars olmayanlar, yəni çoxunluqla İran İslam Cumhuriyyətinin çərçivələrində yaşayan türklər kimi insani haqlarına erişmələri, əl tapmaları hardasa mümkün görünmür. Olacaqsa da Cumhurbaşqanının əlindən olacaq iş deyil bu. Orada bütün gücü əlində saxlayan ali rəhbər, yəni devrim lideri Əli Xameneyinin əlindədir. Əli Xameneyi bunu istəmir. Ona görə də bu çərçivədə İran İslam Cumhuriyyətində ən azından indilik Azərbaycanlıların öz haqlarına, insani haqlarına yetişmələrini təsəvvür etmək çox çətindir. Bugünkü realitəyə sığmayan bir xəyal, bəlkə də bir arzudur və bu düzəndə də elə arzu, xəyal bir istək səviyyəsində qalmağa məhkumdur nə yazıq.